Salam, hər vaxtınız xeyir olsun. Bugün qurtlar mövzusunun ikinci hissəsinə başlayırıq. 61-ci testdən sonraki testlərə baxacağıq. Deməli, 61-ci test dərə seleksiyası həlqəvi və uzunlu əzələlərdən ibarət olub, qida tullantılarını ağız vasitəsilə xaric edən qurtlar. Biz bilirik ki, həlqəvi və uzunlu əzəllər yastı qurtlarda və həlqəvi qurtlardadır. Amma qida tullantılarını həm də deyir ağızla xaric etsin. Bunu deyəndə nə götürürük? Yastı qurtlar götürürük. Amma hamısını mı? Xeyr, lent şəkilli qurtlar istisna olmaqla. Deməli, burada götürə bilərik qaraciyər sorusu və ağ planari. Digər variantlarda insan askaridi var ən azından və insan askaridində də anal dəlik var. Buna görə də həzm olunmayan qalıqlar anal dəlik vasitəsilə xaric olunur. 62. Askarit sürfəsi insanın bədənində normal inkişaf dövriyyəsi keçərsə, aşağıdakılardan hansında ola bilməz? Bundan əvvəlki izaha baxmısınızsa, orada biz askaridin dövriyyəsinə baxdıq və qeyd etdik ki, ağciyərdə qaşıntı yaradıb öskürəklə ağıza gəlir, yəni ağciyərdən ağciyər venası ilə ürəyə qayıtmır. Ağciyər arteriyasında bəli var. Amma ağciyərdən ağıza keçdiyi üçün ürəyə qayıtmır, ağciyər venasında olmur. Doğru cavab B variantı. Həzm sistemi yalnız bir dəliklə xarici mühitlə əlaqələnir. Bu o deməkdir ki, anal dəlik yoxdur, yalnız ağız dəliyi var və qida ağızdan qəbul olunub, həzm olmayan qalıqlar da ilə ağızdan xaric olunur. Bir dəliklə xarici mühitlə əlaqələnir. Buna da biz yastı qurtlardan sorucu qurtları və kirpikli qurtları aid edə bilərik. Yəni, doğru variant B variantı. Məsələn, A variantında soxulcanda anal dəlik var. Deməli, həm ağızla xariclə əlaqələnir həzm sistemi, həm də anal dəliklə. Və ya C variantında insan asqaridi var. Eyni qaydada həm ağızla, həm anal dəliklə, ətraf mühitlə əlaqələnir. 64-cü test tapşırığı. Aşağıda göstərilənlərdən hansı düzgündür? Biz bunu da demişdik və diqqətli olmusunuzsa, mən qeyd etmişdim ki, askaridin yumurtası mütləq rütubətli və oksigenli mühitə düşməlidir ki, yumurtanın içərisində sürfə inkişaf eləsin. Əgər yox, düşməsə, o sürfəyə çevrilə bilmirdi. Yumurtanın içində sürfə inkişaf etmirdi. Gəlin baxaq. Askaridin yumurtası sürfəyə o isə pupa çevrilir, pup yoxdur burada. Askaridin təzəcə qoyulmuş yumurtası insanın bağırsağında inkişaf edib sürfəyə çevrilir? Xeyr. Nəm torpaqda, oksigenli torpaqda. Askaridin yumurtası torpaqda inkişaf etmir? Yox, edir əksinə. Askaridin təzəcə qoyulmuş yumurtası insan bağırsağında inkişaf edib sürfəyə çevrilə bilməz? Bəli, mütləq düşməlidir yumurta torpağa, rütubətli və oksigenli mühitə, ondan sonra inkişaf edib sürfəyə çevrilə bilər. Yumurta hüceyrəsi kənarda mayalanmır. Bu səhvdir. Deməli, doğru variant D variantı. 65. Adları sadalınan parazit qurtların hansında həzm sistemi yoxdur? Həzm sistemi olmayan lent şəkilli qurtlar idi. Hansı ki, onlar bütün bədən səthi ilə qidanı qəbul edirdilər və qalıqları xaric edirdilər. Lent şəkilli qurtlar exnokok, öküz soliteri, donuz soliteri. Digər qurtların isə həzm sistemi var. 66. Askarit sürfəsinin normal inkişafı zamanı insanın harasında ola bilməz? Deməli, ağızla daxil oldu, yumurta içi sürfə, həzm kanalından irəlilədi, bağırsağa gələndə cavan sürfəyə çevrildi və bağırsaqdan qan vasitəsilə qaraciyərə gəldi, qaraciyərdən gəldi ürəyə, ürəkdən ağciyərə, ağciyərdən tənəffüs yolları ilə ağza, yəni bronxlardan da keçdi. İkinci dəfə udulub bağırsaqda yetkin fərdə çevrildi. Amma sidik hissəsində olmadı. Doğru cavab Y variantı. 67. Müxtəlif tiplərə mənsub olan bütün qurdların ümumi əlaməti. Diqqətli oluruq. Bütün qurdların ümumi əlaməti. Həzm sisteminin olması xeyr. Çünki lent şəkilli də yoxdur. Üç qatlığın yaranması, bəli, bütün qurdlarda üç qat var. Yəni ektoderma, endoderma, mezoderma. Bütün qurdlar parazitdirmi? Xeyr. Məsələn, ağ planari, nereid, qum qurdu və yaxud da soxulcan, bunlar parazit deyillər. Dərə əzələksəsi, bəli, qurdların digər heyvanlardan fərqləndirən xüsusiyyəti dərə əzələksəsinə malik olmasıdır. İki tərəfli simmetriyanın yaranması, bəli, bu da qurdlara məxsus olan əlamətdir.
Həlqəvi və uzunlu əzəllər xeyr. Məsələn, sapqurtlarda həlqəvi əzələ yoxdur. Yalnız uzunlu əzəllərdir. Ona görə bütünə aid seçməliyik biz. Sormancılarda sadəcə nədə var? Öküz soliterində, qaraciyər sorusunda və tibzəlisində. Digər qurdlarda yoxdur. 2, 4, 5 bütün qurdların oxşar əlamətidir. Doğru cavab D variantı. 68. Exnakokun öküz soliterinin qaraciyər sorusunun aralıq sahibi hansı bənddə ardıcıl verilib? Diqqətli oluruq, ardıcıllığa və aralıq sahibi istəyir. Exnakokun aralıq sahibi kənd təsərrüfatı heyvanları və insandır. Okey, gəlin baxaq. Birinci hissə kənd təsərrüfatı heyvanları və insan. İnsan var. Bu C variantı səhvdir. D variantını yenə baxırıq. İt və pişik əsas sahibdir, çıxdıq. İkincidə deyir öküz soliterinin aralıq sahibi. Təbii ki, bu qaramaldır. A variantı çıxır. Çünki kiçik gölməçək bizə verilib. B variantı qalsın, D variantı da qalsın. Sonra qaraciyər sorusunun aralıq sahibi ilbizdir. Ona görə B-də gedir, qalır D variantı. Bəli, exnakokun aralıq sahibi insan və kənd təsərrüfatı heyvanları, öküz soliterində qaramal və qaraciyər sorusunda isə kiçik göl ilbizi. Çalışın adətən çıxma üsulu ilə edin. Bu bəzən tam həllini bilməsəniz belə bəzən testlərdə kömək ola bilər. 69. Hansı parazit qurdların sürfələri insanda ağciyər xəstəlikləri törədə bilər? Ağciyərdən sürfəsi keçən qurdumuz hansıdır? Askarit. Askarit ağciyərdə xəstəlik törədir. Digər qurdlarımız öküz soliteri, biz quyruq, bağırsaqlarda xəstəlik törədir. Qaraciyər sorusu da qaraciyərdir. 70. Sürfələri insanda bilavasitə ağciyər xəstəliyi törədə bilər. Exnakok bəli, törədə bilər. Çünki insan exnakokun aralıq sahibidir və aralıq sahibdə də altıqarmaqlı sürfə qan vasitəsilə ağciyər və digər daxili orqanlara gedib qovuq yaradır, finnoz xəstəliyini törədir. Amma qaraciyər sorusunda deyil. B variantı da getdi. Planari ümumiyyətlə yırtıcıdır, parazit deyil. Öküz soliterdə dedik, bağırsaqda xəstəlik törədir. Y-də. Exnakok bəli, dedik artıq. Askarit də həmçinin sürfəsi ağciyərdən keçir və xəstəlik törədə bilər. Deməli, Y variantı doğru variantdır. 71. Bunu keçən dəfə demişdim, mütləq diqqətli olun. Sürfəsi aerob, yəni ağciyərdən oksigenli mühitdən keçib özü anaerob olan insan askarididir. 72. Askarit hansı inkişaf mərhələsində sahibinin bədəninə daxil olur? Hansı formada onu tərk edir? Tərk edir yumurta mərhələsində, daxil olur yumurta içi sürfə mərhələsində. Doğru variant B variantı. 73. Qaraciyər sorusu əsas sahibinin bədəninə hansı formada daxil olur, onu hansı formada tərk edir? Tərk eləməsi yumurtadır. Bundan elə bilirik ki, Y variantıdır. Tərk eləmək yumurtadır ikinci tərəf. Daxil olur da sista mərhələsində. Bilirik ki, onun quyruqlu sürfəsi otlara yapışıb sista yaradır və əsas sahib də müxtəlif yollarla həmin sistalara yoluxa bilir. 74. Qaraciyər sorusu aralıq sahibinin bədəninə hansı formada daxil olur, hansı formada tərk edir? Diqqətli olun, əsas sahib soruşur, yoxsa aralıq? Aralığa bilirik ki, kirpikli sürfə ilə daxil olur. Orada quyruqlu sürfə əmələ gətirir. Quyruqlu sürfə ilə də aralıq sahibi tərk edir. Doğru variant Y variantı. 75. Əgər exnakokun yumurtaları insan orqanizminə düşərsə, biz bilirik ki, insan exnakokun aralıq sahibidir. Və yumurta gəlib aralıq sahibə düşəndə neyirdi? Sürfə yaradırdı. Həmin sürfə də alt qarmaqlı sürfə gedib daxili orqanlarda iri qovuqlar, yəni finnalar yaradırdı. Deməli, yumurtadan çıxan sürfələr daxili orqanlarda, ağciyərdə daxil olmaqla iri qovuqlar, finna yaradır. Doğru cavab C variantı. 76. İzahın sonunda sizə açacağım öz qeydlərimi. İstəsəniz şəklini çəkib götürüb özünüzə qeyd edə bilərsiniz. Bilirəm ki, abituriyentlərin ən yaralı yerlərindən biridir bu qurdlar.
76. Yetkin insan asqardı insan bədənindən çıxarılarsa, təbii ki, məhv olar. Yetkin insan asqardı necə canlıdır? Parazitdir. Canlı bir orqanizmdə yaşamağa uyğunlaşıb. O kənarda yaşaya bilməz. Məhv olar. Simbiyoz deyil. Çünki simbiyoz iki tərəfə fayda verir. Burada fayda sadəcə asqardadır. Bizə nə faydası var? Əksinə bizə xəstəlik törədir. Digər məhv olar. Çünki sahib orqanizmdə yaşamağa uyğunlaşıb. Bəli. O ancaq insanın bədənində yaşamağa uyğunlaşıb. Kənar mühitdə yaşaya bilmir. Çünki bizdən istifadə edir axı. 77. Əgər insan asqarının yenicə qoyulmuş yumurtası oksigensiz mühitə düşsə, bilirik ki, oksigenli və rütubətli mühitə düşəndə onun içində sülfə inkişaf edir. Amma əgər oksigensiz mühitə düşsə, bu yumurta inkişaf etmir və məhv olur. İnkişaf tamamlanmır. Doğru cavab C variantı. 78. Qaraciyər sorusu, öküz, solteri, exinokok üçün oxşar olan xüsusiyyətlər. Gəlin baxaq. Əsas sahiblərinin, gəlin elə əsas aralıq sahibini qeyd edək. Qaraciyər sorusunun əsas sahibi insan və qaramaldır, inək. Deməli, aralıq sahibi də ilbizdir. Qısa qeyd edirəm, kiçik gölməçə ilbizi. Öküz solterin əsas sahibi insan, aralıq sahibi qaramal. Exinokokun əsas sahibi it, pişik, yırtıcılar və s. Aralıq sahibi insan, digər kənd təsərrüfatı heyvanları. Kənd təsərrüfatı heyvanları. Aha. İndi baxaq. Deməli, deyir ki, qaraciyər sorutusunun öküz, solteri, exinokok üçün oxşar xüsusiyyət. Əsas sahiblərinin diafraqmaya malik olması. Diafraqma nədədir? Məməlilərdədir. Gəlin baxaq. Əsas sahibi insan inəkdir. Yəni qaramaldır. Bu, bəli, hər ikisi məməlidir və diafraqmaya malikdir. Burada baxaq. Əsas sahibi insandır, bəli, diafraqması var. Exinokokun əsas sahibi it, yırtıcılar, pişikdir. Diafraqma, bəli, var, çünki məməlidirlər. Deməli, birinci xüsusiyyət oxşar xüsusiyyətdir. İkinci, aralıq sahiblərinin qan damar sisteminin qapalı olması. Elə bu birincidən itirir. Çünki aralıq sahibi ilbizdir. İlbizdə də açıq qan damar sistemidir. Deməli, oxşar xüsusiyyət olmadı. Digərlərində bəli, məməli olduğu üçün aralıq sahib qapalıdır. Amma ortaq istirdeyə götürmürük. Əsas sahiblərinin eyni bir tipin nümayəndələridir. Baxaq, əsas sahibi insan qaramal, xordal tipi. İnsan xordal tipi. İt, yırtıcılar xordal tipi. Bəli, əsas sahibləri hamısı xordalıdır. Aralıq sahiblərinin ürək boşluğundan yalnız arterial qanın çıxması. Bu sadəcə ilbizə aiddir. Molluskularda bilirik ki, ürəkdə arterial qandır. Amma bu billərdə ürəyin sol hissəsində arterial, sağ hissəsində venozdur. Ona görə bu da ortaq deyil. Doğru cavab 1 və 3'dür. 79. Hansı qida zənciri exinokokun həyat siklinin sürfə mərhələsinin başlanmasını təmin edir? Exinokokun sürfəsi harda yaranır? Aralıq sahibdə. Deməli, bizdə ikinci tərəf nə olmalıdır? Aralıq sahib olmalıdır. Exinokokun aralıq sahibi nə ola bilər? İnsan, digər kənd təsərrüfatı heyvanları, qoyun, keçi və s. Deməli, baxın, ikinci tərəf qoyun bir dənə budur. Digər variantlar zaten aralıq sahibi uyğun gəlmir. İndi, qoyun nə zaman bu exinokoka yoluxa bilər? Parazitin mayalanmış yumurtası onun orqanizminə düşəndə. Artıq yumurta onun orqanizminə düşəndə sürfə mərhələsi, altı qarmaqlı sürfə mərhələsi başlayır deməkdir. 80. 80'də deyir ki, verilmiş qida zəncirlərindən hansında exinokokun bilavasitə yetkin fərdə çevrilməsi. Yetkin fərd əsas sahibdə yaranır. Exinokokun əsas sahibi it, pişik, yırtıcılardır. İkinci hissədə bunları axtarsaq, A getdi, C, D getdi. Qaldı yırtıcı canavar və it. İndi exinokok əsas sahibə necə keçə bilər? Təbii ki, xəstə qoyunu canavar yesə. Çünki aralıq sahibi əti ilə qidalananda, əgər orada finna varsa, zaten xəstədir deyə deməli finna var. Həmin finnalı ət
canavarın bədəninə daxil olanda finna gedir orada yetkin fərdə çevrilir. Amma yumurta aralıq sahibə düşür. Yumurta əsas sahibə düşəndə heç bir inkişaf getmir artıq. Doğru cavab B variantı. 81. Fərdi inkişaf mərhələləri daha çox müxtəlifliyə malikdir. Baxaq, askaritdə yumurta içi sürfə, sürfə. Bu 3. Ağ planaridə yumurta və yetkin fərd. Bir dəqiqə, burada yumurta içi sürfə, e, yumurta içi sürfə, sürfə yetkin fərd 4 dənə oldu. Öküz soliterində yumurta, altı qarmaqlı sürfə, finna yetkin fərd 4 dənə. Qaraciyər sorusunda yumurta, kirpikli sürfə, hətta ilbizin bədənindəki sürfə, quyruqlu sürfə, sista, yetkin fərd. Tutaq ki, saysaq yumurta, kirpikli sürfə, quyruqlu sürfə, sista, yetkin fərd. Heç bizim bədəndəkini saymasaq belə 5 olur. Exnakok öküz soliterindəki kimidir. Yumurta, altı qarmaqlı sürfə, finna, yetkin fərd, onda da 4-dür. Ən çox müxtəlifliyə malik olan qaraciyər sorusu oldu. Ən az müxtəlifliyə malik olan nə oldu? Ağ planari 82-də də onu soruşur. Az müxtəliflik burada da D variantı olur. Yəni ağ planari. 83. Gəlin biraz. Aha, belə edək. Tamam. Nə deyir? Şəkli göstərilmiş heyvanların aid olduğu tipin doğru ifadələrini müəyyən edin. Birinci öküz solterdir, ikinci qaraciyər sorusu. Aid olduqları tip nədir? Yastı qurlar. İndi tipin xüsusiyyətlərinə baxaq. Nümayəndələri arasında parazit formalar var. Bəli, elə bu ikisi parazitdir. Bu doğrudur. 1. Əksəriyyət nümayəndələri ayrıcinsiyyətlidir. Xeyr, bunların nümayəndələri hermafroditdir. Bu səhvdir. Bütün nümayəndələr qan damar sisteminə malikdir. Hələ qan damar yaranmayıb. Qan damar harda yaranır? Həlqəvi qurdlarda. 3 rişem qatından inkişaf edirlər. Bəli, ektoderma, endoderma, mezoderma. Anal dəlik varmı? Xeyr. Bunlarda iki tərəfli qidanın hərəkətidir. Ağızla daxil olur, ağızdan xaric olur. Anal dəlik yaranır askaritdə. Orqanlar arası boşluq parenxima ilə doldur. Bəli, bu doğrudur. Çünki bədən boşluğu yoxdur. Ortaq cəhətlər 1, 4, 6 tipin xüsusiyyətləri. Doğru cavab D variantı. 84. Ağ planarinin şəkildə göstərilən orqanlar sisteminə aid olmayan strukturları seçin. Deməli, ağ planarinin şəkildə göstərilən orqanlar sisteminə aid olmayan. Şəkildə göstərilən nədir? İfrazat yazıramaya çalışıb. Həzm sistemidir. Baxın, ağız, udlaq, bir önə, iki dənə də arxaya bağırsaq şaxələri. İndi buna aid olmayan. Nə var burada? Udlağı gördük, ağzı gördük, bağırsaq şaxəsini gördük. Anal dəliyi ümumiyyətlə yoxdur, qida borusu yoxdur. Protonefridi də ifrazat sisteminə aiddir. Deməli 1, 4, 5 aid olmayanlardır. Doğru cavab A variantı. 85. Parazit sahib münasibətlərin nəzərə alınmaqla işarəsinin yerinə yazıla bilər. Aha, indi burada məntiqi bir əlaqə var. Exnokokda it nədir? Əsas sahib. Qaraciyər sorusunda əsas sahib nədir? Qaramal və ya insan. Burada da qaramal var. Doğru cavab C variantı. 86. Birinci canlının, yəni qum qurdunu ikinci və üçüncüdən fərqləndirən əlamət. Cavablara getmədən bilməliyik ki, qum qurdunun tipin bütün hamısından fərqləndirən xüsusiyyəti nədir? Qəlsəmələrin olması. İlk dəfə tənəffüs sistemi qum qurdunda yarandı və hansı tənəffüs sistemi idi? Qəlsəmələri idi. Gəlin bir də baxaq canlılarımıza. Qum qurdu, nereyi, tip zəlisi. İndi qalxaq yuxarı. Qapalı qan damar sisteminin olması bunları fərqləndirmir. Üçünün oxşar xüsusiyyətidir. Sinir sistemi hər üçündə var. Hər üçünün dərəzə hissəsində həlqəvi uzun nəzəllər var. İfrazat sistemi hər üçündə var, metanefridlər. Tənəffüs orqanının olması amma yalnız qum qurdundadır. Özdə hansı tənəffüs orqanı? Qəlsəmələr. 87. Birinci canlını ikinci və üçüncü canlıdan fərqləndirən tip zəlisini qum qurdu və nereiddən fərqləndirən.
Dəri əzələ hissəsində yalnız uzunluğa deyil, həm həlqəvi, həm uzunluqdur. Səhvdir. 4 ədəd göz nereydədir? 2 sormac, bəli. Tip zəlisində 2 sormac var, bunlarda yoxdur. Qapalı qan damar sistemi üçünün xüsusiyyətidir. Qolcuqlar isə çox qılların xüsusiyyətidir. Nereydin məsələn xüsusiyyəti ola bilər. Doğru cavab C variantı. 88. Asqarit cinsi yetkinliyə insanın hansı sistemində çatır? Asqarit nazik bağırsaqda parazitlik edir və bu da hansı sistemdir? Təbii ki, həzm sistemi. Nereid üçün x, y nisbətini müəyyən edin. X-də gözlərin sayı, nereidin gözü 4 dənədir. Lam isə çıxıntısı 2 dənədir. 4-ün 2-yə nisbəti 2-nin 1-ə nisbətidir. Doğru cavab B variantı. 90. Cədvəldə qurdların müxtəlif tiplərinin nümayəndələrinə aid bəzi məlumatlar əks olunub. Buna əsasən yanlış ifadəni müəyyən edin. Gəlin baxaq görə X, Y, Z hansı tipdir? X anal dəliyi var, həlqəvi əzələsi var və bədən boşluğu var. Aha, deməli, anal dəliyi var, həlqəvi əzələ və bədən boşluğu. Bu nədir? Təbii ki, həlqəvi qurddur. Çünki həlqəvi əzələ həlqəvi qurdlarla yastı qurdlardadır, amma yastı qurdda bədən boşluğu yoxdur. Deməli, bu həlqəvi qurd. İkincidə anal dəlik yoxdur, həlqəvi əzələ var, bədən boşluğu yoxdur. Deməli, bu nədir? Yastı qurddur. Z anal dəlik var, həlqəvi əzələ yoxdur, yalnız uzunladır və ilk bədən boşluğu var. Bu da saq qurddur. İndi baxaq, bizdən nəyi istəyir? Yanlışı. Y hermafrodit canlı ola bilər. Y nədir? Yastı qurd. Bəli, əsasən hermafroditdirlər. X qan damar sisteminə malik canlı ola bilər. Həlqəvi qurdlarda bəli, qapalı qan damar sistemi vardır. Z parazit həyat tərzi keçirən canlı ola bilər. Bəli, sap qurdların əksəriyyəti parazitdir. Eğri qidanın hərəkəti bir istiqamətlidir. Yastı qurdlarda ağızdan daxil olan qida ağızdan da xaric olunur. Bu iki istiqamətli hərəkətdir. Bu yanlışdır və bu yastı qurdlarda və bağırsaq boşluqlardadır. X regenerasiya qabiliyyətinə malik canlı ola bilər. Bəli, məsələn, soxulcanda regenerasiya qabiliyyəti mövcuddur. Deməli, bu da səhvdir. Doğru cavab D variantıdır. 91. 91. Aha. Şəklə əsasən əzəllərin müvafiq olaraq boşalma və yığılmış vəziyyətdə olmasını müəyyən edin. Keçən dəfə nə dedik? Dedik ki, uzunlu əzələ yığılanda bədən qısalır və yoğunlaşır, həlqəvi əzələ yığılanda bədən nazikləşir və uzanır. Və bir əzələ yığılanda digəri boşalmış vəziyyətdə olur. Birinci prosesə baxsaq, burada nə olub? Bədən nazikdir və uzundur. Deməli, nazikdirsə nə yığılıb? Həlqəvi əzələ yığılıb. Həlqəvi əzələ yığılıbsa, uzunlu əzələ boşalıb. Deməli, 1 boşalır, 2 yığılır. Nə var burada? Boşalır, yığılır. Elə baxın, bayaq dediyim məsələ. Mütləq ələmədən, çıxmadan istifadə edin də. Yəni, bu əksərən can qurtarır. Elə qalır bir dənə B variantı. Doğru cavab da elə B variantı. Digərinə baxaq. Fikir verirsiniz, yoğundur. Deməli, nə yığılıb? Uzun əzələ yığılıb. Uzun əzələ yığılıbsa, həlqəvi əzələ boşalıb. Boşalır, yığılır. Doğru cavab B variantı. Normal miqrasiya zamanı insan asqarının sərbəst sürfəsi və yumurta içərisində sürfəsi cəmi neçə dəfə diafraqmadan keçir? Gəlin hesablayaq. Yumurta içi sürfəsi, deməli, müxtəlif səbəblərdən yumurta içi sürfəni gəlib orqanizmə düşəndə həzm kanalından bir dəfə diafraqmadan keçir. Gəlir bağırsaqda sərbəst hala çevrilir. Və bu qaraciyərə daxil olandan sonra aşağı boş vena ilə ürəyə qayıtmalıdır. Bir dəfə diafraqmadan keçdi, sürfə, sərbəst sürfə. Sonra ağciyərə gəlib ağıza getdi, ağızdan ikinci dəfə uduldu, bir dəfə də diafraqmadan keçdi. Deməli, sərbəst sürfə də 2 dəfə keçir. Ümumilikdə 3 dəfə keçmiş olur. Doğru cavab C variantı. 93. Normal miqrasiya zamanı asqarit sürfəsi insanın hansı qan damarında olmur? Mən sizə keçən dəfə bunların hamısını demişdim və birazdan yenə deyirəm. Göstərəcəm, bir şəklini çəkib götürüb qeyd edərsiniz. Qaraciyər venasında bəli, olur.
aşağı boş venada da olur. Qaraciyər venası ağciyər arteriyasında da olur. Aşağı boş venada olur, yuxarıda olmur. Ə, Ağciyər venasında olmur, aşağı boş venada olur. Qaraciyər arteriyasında yoxdur, qaraciyər venasında var. Ağciyər arteriyasında var, ağciyər venasında yoxdur. Deməli, qaraciyər arteriyası və ağciyər venasında asqarit sürfəsi normal miqrasiya edərsə olmur. 94. Helminth, öküz soliteri. İnkişaf dövrü və yayılma yollarından asılı olaraq aid olduğu qrup. Helmint nədir? Helmintoz. Helmint qurdlara deyilir. Helmintoz da qurdların törətdiyi xəstəlikdir. Öküz soliterinin törətdiyi helmintoz nədir? Teniarinfoz. İkinci tərəfə baxsaq, avtomatik A getdi, S getdi, Y getdi. Baxın, ankilostomoz adından göründüyü kimi ankilostomanın törətdiyidir. Enterobiyoz da uşaq biz quyruğunundur. Teniarinfoz öküz soliteridir. İndi helmintlərin 3 qrupu var. Geohelmint, biohelmint, temas helminti. Öküz soliteri əsas və aralıq sahib vasitəsilə çoxalır. Bu da nə idi sahib dəyişməklə? Bu biohelmintdir. Öküz soliteri biohelmintlərə aiddir. Geohelmint isə inkişafın müəyyən bir mərhələsi torpaqdan keçir. Bu askaridin dövriyyəsidir artıq. Doğru cavab B variantı. 95. İki dəqiqə. Aha, Euler-Venn diaqramına əsasən X, Y və Z üçün düzgün olan ifadələri müəyyən edin. Yetkin halda insanın bağırsaqlarında parazit yedir. Askarit nazik bağırsaq, uşaq biz quyruğu yoğun bağırsaq. Ümumi bağırsaqlar dediyi üçün ortaq xüsusiyyət. Törətdiyi xəstəlik enterobiyoz. Az öncə qeyd etdim ki, bu uşaq biz quyruğunun törətdiyi xəstəlikdir. Geohelmintlərə aid olan insan asqarididir. Çünki inkişafının müəyyən bir mərhələsi torpaqdan keçir. Uşaq biz quyruğu təmas helmintidir. Uşaq öz anusuna təmas etdikdə dırnaqların arasına dolur və oradan da orqanizmə daxil olur. Yumurtalarını anus ətrafından yapışdıraraq gecişmə əmələ gətirən uşaq biz quyruğudur. Dişi və erkək fərdləri olub ayrı cinsiyyətli hər ikisidir. Hər ikisi saf qurdların nümayəndəsidir və hər ikisi ayrı cinsiyyətlidir. Doğru cavab 3, 2, 4, 1, 5. Y variantı. Burada diqqətli olun. Nədə? Birdən baxarsınız belə. İndi burada xoşbəxtlikdən verməyibdir. Amma bəzi testlərdə elə sizi çaşdırır. Siz burada görərsiniz 3, 1, 5, 2, 4. Variantda olar 3, 1, 5, 2, 4. Götürərsiniz onu, vəsə. O boyda əziyyət və seyfə getdi. Mütləq hərflərə diqqətli olun. 96. Soxulcanın hərəkəti zamanı iki tip əzəlilərdən istifadə olunur. Uzunlu əzəllər və həlqəvi əzəllər. Yığılma və boşalma düzgün göstərilib. Baxın, bu normal soxulcandır, belə deyək də, dırnaq arası normal. Bu isə müəyyən bir hərəkət baş vermiş. Fikir verirsiniz, bu birinci hissədə normala nisbətən nə olub? Uzanıb. Uzanma nə vaxt olur? Nazikləşmə nə vaxt olur? Həlqəvi əzələ yığılanda. Həlqəvi əzələ yığılırsa, uzunlu əzələ nə olur? Boşalır. Deməli, birinci tərəf nə olmalıdır? B, Y. C də getdi. İkinci prosesdə qalınlaşma var. Deməli, yığılan nədir? Uzun əzələ. Boşalan nədir? Həlqəvi. İkinci tərəf YB olmalıdır. B də getdi. Üçüncü tərəfdə yenə nazikləşib uzanıb. Deməli, nə olub? Yenə həlqəvi əzələ yığılıb, uzunlu əzələ boşalıb. B olmalı. Deməli, doğru cavab A variantı olmuş oldu. Bir də deyirəm, bu şəklə nisbətən baxırsınız. Birinci şəklə nisbətən ikincidə nələr baş verib? 97. En kəsiyi verilmiş canlılar haqqında verilən ifadələrdən hansı doğrudur? Birinci ağ planaridir, ikinci askaritdir, üçüncü kəmərə görə bilirik. Nədir? Soxulcandır. C canlısı ikinci bədən boşluğu sellon var. Bizdən doğrunu istəyir. Elə xoşbəxtlikdən A variantında da var. Baxın, 1, ikinci bədən boşluğu. Bütün canlılarda sellon var, xeyr, yalnız C-də var. İlk bədən boşluğu yalnız A canlısında var. A canlısında ümumiyyətlə bədən boşluğu yoxdur. Parenxima ilə doludur.
S canlısı birinci bədən boşluğu var. Burada ikinci bədən boşluğu sellomdur. Bu canlıların heç birində bədən boşluğu yoxdur, səhvdir. Askaritdə birinci bədən boşluğu, burada isə soxulcanda isə iki dənə bədən boşluğu mövcuddur. 98. Ağ planariya xas olan orqanları seçin. Tamam. Ürək hələ yoxdur. Ürək hələ gələcək mollyusklarda. Biz həlqəvi qurtlarda sizi çaşdırmasın, o soxulcanda dırnaqarası ürək, damarların yoğunlaşması. Ağız, ağ planarda bəli var. Mədə hələ yoxdur, soxulcanda olacaq. Udlaq bəli var. Bağırsaq bəli var. Protonefriti bəli var. 2, 4, 5, 6. Sahibini dəyişərək inkişaf edən qurdular. Ağ planari ümumiyyətlə yırtıcıdır, burada sahib yoxdur. Exnokokda bəli, əsas aralıq sahib var. Sahibini dəyişərək inkişaf edirsə, deməli əsas və aralıq sahibi var. Qaraciyər sorusunun əsas aralıq sahibi var. İnsan asqarinin aralıq sahibi yoxdur, dəyişmir. Bir dənə əsas sahibi var. Öküz solterinin əsas aralıq sahibi var. Ankilostomada sadəcə əsas sahibdir. Doğru cavab 2, 3, 5. 100-cü. Sxemə əsasən bütün doğru kəsişmələri müəyyən edin. Ağ planarı yırtıcıdır, düz. Tənəffüs sistemi yoxdur, bütün bədən səthi ilə tənəffüs edir. Qan damar sistemi yoxdur. Qida məhsullarının iki istiqamətli ağızdan daxil olur. Həzm olmayan qalıqlar da ağızdan xaric olunur, bu da düz. Doğru cavab 1 və 4. Hansı qurdların sürfələrinə insanın qan damar sistemində təsadüf olunur? Ankilostoma bəli, dəridən keçib qana keçə bilir. Sonra öküz solteri xeyir, həzm orqanlarında olur. Liambliya qurd deyil, ümumiyyətlə bizdə qurddan söhbət gedir. Liambliya bir cöyləli parazitdir. İnsan askaridi, bəli, bu qan damarda oldu. Exnokok da qan vasitəsilə ağciyərlərə gətirilib qovuq yaradır. Ağ planari ümumiyyətlə insanın bədənində parazitlik etmir. 1, 4, 5. Doğru cavab. Ağ planari yırtıcıdır ümumiyyətlə. 102. Qaraciyər sorusunun hansı inkişaf mərhələləri parazitlik etdikləri orqanizmlərin bədənində əmələ gəlir? Tamam. Əsas və aralıq sahibin bədənində nə yaranır onu soruşur. Əsasın bədənində yetkin fərdə çevrilir və yumurta qoyur. Aralığın bədənində də quyruqlu sürfəni yaradır, yəni ilbizin bədənində. Kirpikli sürfə suda yaranır, sista otun üzərində yaranır, finna da ümumiyyətlə buna aid deyil. 1, 3, 6. 103. A növü, yəni askarit, B-dən, soxulcandan və C-dən, ağ planaridən nəyə görə fərqlənir? Anal dəliyə malik həzm sistemi. Xeyr, bu soxulcanda da var. Dəri əzələ kisəsində həlqəvi əzələlərin olmamasına görə mənim kimi səbirsizsinizsə, bu tipli testlər sizi çox, belə deyək də, pis vəziyyətə sala bilər. Diqqətlə oxuyun, axıra qədər oxuyun. Olmamasına görə deyir. Bəli, həlqəvi əzələ yoxdur, yalnız uzunlu əzələdir. Amma burada ikisində də həlqəvi var. Qan damar sisteminin olması xeyr, qan damar sistemi soxulcandadır. Askaritdə yoxdur. Yetkin fərdinin parazit olmasına görə bəli, nə soxulcan, nə ağ planarı parazit deyil. Amma askarit yetkin fərdi parazitdir. İkinci bədən boşluğunun olması bu soxulcanın xüsusiyyətidir. Ayrı cinsiyyətli olması bəli, digər ikisi hermafroditdir. Doğru cavab 2, 4, 6. 104. A növü B və C növlərindən fərqlənir. Deməli, A növü B və C növlərindən fərqlənir. A soxulcandır, B ağ planaridir, C isə askaritdir. Soxulcanı digərlərindən fərqləndirən. İfrazat sisteminin quruluşu bəli, çünki burada nədir? Burada metanefrididir. Ağ planarda protonefrididir. Askaritdə bir cüt ifrazat kanalıdır. Bir, digərlərindən fərqlənir. Həzm sisteminin olmasına görə xeyr, çünki digərlərində də həzm sistemi var. Bədənin ön hissəsində kəmər muft olmasına, bəli, bu da aiddir, fərqlənir. Yetkin fərdinin anaerob xeyr, oksigenli mühitdə yaşayır, anaerob deyil. Əksinə anaerob olan askaritdir. İkinci bədən boşluğunun olmasına görə, bəli, sellom mövcuddur. Qan damar sisteminin olmaması
Olmamasına, baxın az qala çaşdırırdım. Olmamasına görə xeyr, əksinə soxulcanda qan damar sistemi var. Doğru cavab 1-3-5. İnkişaf siklində altı qarmaqlı sülfəyə rast gəlinən qurdlarda nəyə təsadüf etmək olar? Altı qarmaqlı sülfə nədədir? Öküz soliterində və ixnokokda. Gəlin bu ikisinə baxaq. Heç bunlarda həzm varmı? Yoxdur. Bağırsaq yoxdur. Anal dəlik yoxdur. Həzm sistemi çünki bunun yoxdur. Dərə zərək səsi bəli, qurd olduğu üçün var. Ayrıcinsiyyətli deyil, hermafroditdir. İki tərəfli simmetriya bəli, mövcuddur. 2-5 doğru cavabdır. 106. Soxulcanla eyni tip sinir sisteminə malik olan heyvanları müəyyən edin. Soxulcanda nədir? Udlağı üstü, udlağı altı sinir düyünü, udlağı ətrafı sinir həlqəsi və ondan çıxan sinir düyünləri, qarın sinir zənciri. Bu da nədə var? Bu var, onun soxulcanın qohumları nereid qumburduğunda, bir də çay xərçəngində. Axplanaridə sütun var idi, insan skalində sütun var idi. Anadontada da sinir düyünləridir. Amma tam eyni tip deyirsə, artıq udlaq ətrafı sinir həlqəsi falan onlara da toxunulur. Ona görə anadontanı götürmürük. Nereid qumqurdu və çay xərçəngi. 107. Doğru olmayan mülahizələr verilmiş, sıra müəyyən edin. Diqqətli olun. İkisindən biri doğru deyilsə, deməli doğru deyil. Baxaq. Birincidə insan asqarıdır. Ayrı cinsiyyətlidir, düzdür. Amma düzünə deyil axı, dolayıdır. Deməli nədir? Doğru olmur. Gəlin belə deyək. Burada tələbələrdən tutmuş, abituriyentlər, tələbələr, müəllimlər, hər cür belə deyək də, hər kateqoriyadan insanlar qulaq asır bu izaha. Biraz daha dərinə insək, düzünə ilə dolayını necə ayırırdıq? Dolayı sürfə varsa, sürfə mərhələsi varsa dolayıdır, yoxdursa düzünədir. Deməli, indi insan skardində sürfə var axı, ona görə dolayıdır. Exnokok hermafroditdir, bəli, amma altı qarmaqlı sülfəsi də var, dolayıdır. Hər ikisi düzdür. 2-ci çıxdıq. Anadonta hermafrodit deyil, ayrı cinsiyyətlidir. Bəli, dolayıdır, sülfəsi var. Amma ümumilikdə səhv fikirdir. Hətta sülfəsi balıqlarda parazitlik edirdi. Axplanari. Ola bilər biraz yorum sizi, ağlıma gələn hər informasiyanı çalışıram deyim ki, yadınıza düşsün, təkrar olsun. Ümid edirəm ki, yorucu deyil. 4-cü. Axplanari hermafroditdir, bəli, amma dolayı deyil, çünki sülfəsi yoxdur. Göl ilbizi ayrı cinsiyyətli deyil, hermafroditdir, amma düzünədir. Bu da ümumilikdə səhvdir. Bir dənə səhv varsa səhvdir deməli. Qaraciyər sorusu hermafroditdir və sülfəsi var. Deməli, bu düzdür. 1, 3, 4, 5. Sona gəlirik, yoruluruq, amma davam edirik. 108. X-in yerinə yazmaq olar. X, burada ümumiyyətlə orqanizm nədir? Nereid. Nereiddə fəth sayı 1-dirsə, göz sayı nədir? 4 dənə. 4-ü də 2-yə böləndə nə eləyir? 2. X 2-dir. 2-yə aid olanları yazmalıyıq. Gəlin baxaq. Birincidə. Bir planaridə olan sinir düyünlərin sayı. Bir planaridə 2 dənə sinir düyünü var. Oradan da sinir sütunları çıxır. Onlar arasında da atmalar var. Bizə də 2 lazımdır axı. Deməli götürürəm. 2 dişi askaritdə olan yumurtalığın sayı. Birində 2 yumurtalıq var. İkisində də 4 dənə. Götürmürəm. Bir tip zəlisində 2 dənə sormac var. Götürürəm. 2 planaridə olan göz sayı 4 dənədir. Birində çünki 2 dənədir. Bunu götürmürəm. Bir qaraciyər sorusunda bir ağız bir qarın 2-dir, götürürəm. Bir öküz soliterində 4 dənədir, götürmürəm. 1, 3, 5. 109. X-in yerinə yazmaq olar. Orqanizm nədir? Axplanari, fərd sayı 4 dənədir. Sinir düyünlərinin sayı. Birində 2 dənədir. 4 dənəsində nə olacaq? 8 dənə. 8-i də 2-yə böləndə mənə nə lazımdır? 4 lazımdır. X 4 olmalıdır. Bir qaraciyər sorusunda 2 dənə sormac var. Götürmədim. 2 dişi bayaq deyəsən hesabladıqlarımızda. 2 dişi asqaritdə olan yumurtalıq sayı 4-dür. Götürürəm.
Tip səhəsində 2 sormac var, götürmürəm. Bir nereiddə 4 dənə göz var, götürürəm. Mənə 4 lazımdır. 2 erkək asqaritdə toxumluq sayı. Bir erkək asqaritdə 1 toxumludur, ikisində də 2 dənədir. Götürmürəm. Bir öküz soliterində olan sormac sayı 4 dənədir, götürürəm. 2, 4, 6. Bir dənə burada yadımıza salaq. Dişidə bir cüt yumurtalıqdır sap şəkildə, amma erkəkdə tək bir dənə toxumluqdur sap şəkildə. 110. 110 qəşəng bir sualdır. Baxaq. Qaraciyər, sorusu, göl ilbizi və s. Burada orqanizmlər var. Göstərilən canlıların yetkin fərqlərində həzm sisteminə malik olmayanın, gözü olanın və tənəffüs orqanına malik olanları say. Bir-bir baxaq. Birinci A-ya baxaq. Yəni həzm sisteminə malik olmayan. Qaraciyər sorusu var, həzm sistemi, göl ilbizi var, soxulcan var, exnokok yoxdur. Öküz soliterində də yoxdur. Amma anodonta, askarit, axplanari, kalmar bunlarda həzm sistemi var. Deməli A nə oldu? 2. Exnokok və öküz soliterində həzm sistemi yoxdur. Gözü olanların sayı. Göz nədə var? Göl ilbizində göz var. Axplanaridə göz var, kalmarda. B nə oldu? 3 dənə canlıda göz var. Tənəffüs orqanına malik olanları say. Tənəffüs orqanı burada mollyusklardadır. Göl ilbizində, anodontada, kalmarda. 3 dənə də bu. Topladım, cəmi 8. 111. Bitiririk, səbirli olun. Deməli, finna əmələ gətir. Öküz soliteri və exnokokdan. Finna yaradır. Hər ikisində qovuq finna mərhələsi var. Yumurtasından 6 qarmaqlı sürfə çıxır. Hər ikisində 6 qarmaqlı sürfə var. Əsas sahibi ev heyvanı ola bilər. Öküz soliterinin əsas sahibi insandır. Exnokokdan amma insan da ola bilər, kənd təsərrüfatı heyvanları da ola bilər. Ona görə də mən buna nə yazıram? Exnokok yazıram. Aralıqsa... Oy, bircə dəqiqə. Bircə dəqiqə. Əsas sahibi ev heyvanı ola bilər. Hə, burada üzürlü sayın, mən aralıq sahibini dedim. Əsas sahibi, məsəl üçün, it, pişik. Ona görə yenə exnokoka gedir. Sadəcə mən fikrimi səhv dedim deyə düzəliş edirəm. Aralıq sahibi ev heyvanı ola bilər. Gəlin baxaq. Öküz soliterinin aralıq sahibi qaramaldır. Exnokokun aralıq sahibi bayaq dediyimiz nüans kənd təsərrüfatı heyvanları. Bu ortaya gedəcək. Hər ikisinin aralıq sahibi ev heyvanı ola bilər. İnsanda tenyarinxoz xəstəliyini törədir. Tenyarinxoz xəstəliyini törədən öküz soliteridir. Tamam, bu da oldu Y variantı. 112. Uyğunluğu müəyyən edin. Axplanari və soxulcan. Sinir sistemi bir cüt düyündən və sinir sütunlarından təşkil olunub. Bu bayaq çəkdiyimiz kimi axplanariyə aiddir. Sinir sistemi udlaq ətrafı sinir əlqəsindən və qarın sinir zəncirindən bu soxulcanın xüsusiyyətdir. Yırtıcı olan axplanaridir. Qida həzm sistemində 2 istiqamətdə, yəni ağızdan daxil olur, ağızdan xaric olunur. Bu axplanaridir. Qida həzm sistemində bir istiqamətdə hərəkət edir, bu da soxulcanı. Çünki artıq anal dəliyi var. 113. Şəkildəki canlı üçün doğru mülahizələri müəyyən edin. Qaraciyər sorusundan söhbət gedir. Gəlin baxaq. Əsas sahibi iri buynuzlu qaramal, aralıq sahibi ilbizdir. Bəli, ola bilər. Əsas sahibi qaramal da ola bilər, insan da ola bilər. Ona görə fikir olaraq düzdür. İnsanda ensefaliti törətmir, fasilyozu törədir. Geohelmintlər aiddir? Yox, biohelmintdir. Əsas və aralıq sahibi dəyişməklə gedir. İri buynuzlu qaramal parazitin sistalarını udmaqla yoluxur. Bəli, ot üzərində sista varsa ondan yoluxur. Biohelmitdir. Bəli. Əsas sahibi insan, aralıq sahibi iri buynuzlu qaramal bu öküz soliteridir. Çünki bunun aralıq sahibi gölməçə ilbisidir. 1, 4, 5. 114. Uyğunluğu müəyyən edin. Deməli, birinci baxaq. Geohelmintdir. Geohelmint inkişafın müəyyən bir hissəsi torpaqdan keçmək deməkdir. Bu da nədir? Askaridin xüsusiyyətidir. Yetkin fərdin sahibin bağırsağına 4 ədəd əzələli sormacla yapışır. Bu, öküz soliterinin xüsusiyyətidir. Aralıq sahibinə kirpikli sürfə mərhələsinə daxil olub onu quyruqluda tərk edir. Qaraciyər sorusu.
Qara mal parazitin əsas sahibi ola bilər. Qaraciyər sorusunda əsas sahibi ola bilər. Öküz soliterin də aralıqdır. Qara mal parazitin aralıq sahibidir. Bu da öküz soliteridir. 1B-Y, 2A, 3C-dir. Sonuncu tapşırıq 115. Uyğunluğu müəyyən edin. Yenə eyni qurdlardır. Biohelmintdir sürvəsi 6 qarmaqlıdır. 6 qarmaqlı sürfə öküz soliterində olur və exnokokda. Biohelmintdir quyruqlu və kirpikli sürfəsi var. Qaraciyər sorusu. İnkişafında aralıq sahib yoxdur, yalnız əsas sahib insan asqarıdır. Aralıq sahibinin yumurta mərhələsinə daxil olur öküz soliteri. Əsas sahibin bədəninə sista mərhələsinə daxil olur qaraciyər sorusu. 1A-D, 2C, 3B-Y. İndi isə dediyim kimi, gəlin neynəyək? Gəlin sizə mən əsas hissələri göstərim. Siz onları çəkin, götürün özünüzdə ki, qeydiyyatını apara biləsiniz. Bu hissəni çəkin. Sonra bu hissəni. Daha sonra bu hissəni. Və sap qurdlardan isə bu hissəni, qrafanı çəkin, götürün. Burada da bu hissəyə diqqətli olun. Belə, ümid edirəm ki, izah sizin üçün aydın oldu, faydalı oldu. Hər hansı bir təklifiniz varsa, hər hansı bir fikriniz, iradınız varsa, rəy qismində qeyd etməyiniz xahiş olunur. Hər birinizə uğurlar arzu edirəm.